Biri 10 dənə günah eləyib, 100 dənə günah eləyib, sənə bir pislik eləyib, demə ki, Allaha and olsun, Allah səni bağışlamaz. Deyir, kim belə desə, qalallah əzzə və cəl. Mən zəlləzi təallə aləyyə ən la əğfirə li fulan. Allah bilir özü, amma soruşur. Olur belə desin, kim dedi o sözü? Görürsən ki, məsələn, görürsən ki, bunun dalca cəza gələcək. Deyir, kim belə desə, Allahdan nida gələr ki, kim mənə nisbət verdi, dedi ki, mən filan kəsi bağışlamaram. Və inni qəd qəfərtu li fulanin və əhbəttu əmələl mütəalli. Allahdan nida gələr ki, mən o adamı bağışladım. Bu ki, deyirdi, onu Allah bağışlamaz. Onu bağışladım. Amma bu deyən adamın bütün savablarını məhv elədim. Bir sözünə görə. Görürsünüz, məsələ çox həssas məsələdir. Bunun savablarını hədər elədim, boş elədim. Ona görə hədislərdə var, deməyin ki, Allah kimisə bağışlamayacaq. Bu qətiyyən yol verilməzdir. Mövzu olduqca mühümdür məsumların nəzərində. Deyəsən ki, ilahi, mən bir sözdə dedim, bunu bağışlamayacaq. Sən bağışla da, mənim sözümlə oturub durmursan ki, əstəğfurullah. İndi bir sözdür, mən dilimə gəldi, dedim. Mən elə bildim, bağışlamayacaqsan. Niyə Allah bu məsələyə belə həssas yanaşır, prinsipial yanaşır? Niyə bədbəxt eləyir bu insanı? Niyə bu qədər acığı gəlir? Çünki çox pis əməldir, çox pis. Göstəricisidir insan şəxsiyyətinin. Bu bir söz göstərir ki, insan nə qədər aşağıdır, rəzildir, nə qədər insanlara qarşı kinlidir. Və təəssüf ki, bu xüsusiyyət dindarların içində çox yayılıb. Biz ümumbəşəri bir dinin tərəfdarlarıyıq və insanları dinə cəzb etmək üçün gərək geniş qəlbə sahib olasan. Bəşəriyyəti bu dinə dəvət etməlisən sən. İnsanlar haqqında nə tez qəzavət edirsən? Sənə kim ixtiyar verib ki, Allahın bəndələrinin içində rahat bölgə aparasan, ona cahil deyəsən, buna fasik deyəsən, buna kafir deyəsən, hərəyə bir ad qoşasan, ona imansız deyəsən, buna təqvasız deyəsən, sənə kim haqq verib bu şeyləri deyəsən? Sənin Allahın sirləri ilə nə işin var ki, Allaha aiddir? İnsanlar arasında böyük fərqlər var. İmam Sadiq əleyhissalam buyurur ki, "Mə entum vəl bərayə." Niyə bir-birinizdən bizar olursunuz? Niyə bir-birinizdən üz çevirirsiniz? Bu nə rəftardır ki, dindar cəmiyyətdə var? Bir-birini ittiham eləmək, bir-birinə, belə deyək, müxtəlif iradlar tutmaq, hey bir-birini inkar etmək. Bu nə xüsusiyyətdir? Sanki fəryad edir İmam Sadiq əleyhissalam. Ki, bu nədir ki, bir-birinizdən tez üz çevirirsiniz? Yəbra'u ba'dukum min ba'd. Niyə bir-birinizdən üz çevirirsiniz, uzaqlaşırsınız? Çünki səhv qəzavət edirsiniz, səhv qiymət verirsiniz bir-birinizə.